Zahir bəy, tamaşaçılarımızdan biri Gülşən xanım belə bir sual ünvanlayıb ki, ailəmdə uzun müddətdir psixoloji təzyiq görürəm, amma məsələni məhkəməyə çıxarmaq istəmirəm. Bu vəziyyətdən hüquqlarımı qoruyaraq çıxmaq mümkündürmü? Təbii ki, psixoloji şiddət görmək də elə fiziki şiddət görməyə kimi qanun pozuntusudur və fiziki şiddət görməyə bərabərdir. Amma psixoloji şiddət həm də sübuta yetirilməlidir. Bir qədər təcrübədə bunu sübuta yetirmək adətən çətin olur. Və hər bir halda psixoloji şiddət özü də fiziki şiddət kimi hüquqların pozulması kimi qiymətləndirilir qanunvericilikdə. Bu halda təbii ki, hüquqları qorumaq üçün vətəndaş müvafiq addımlar ata bilər. Bununla bağlı sübutlar olduğu təqdirdə məhkəməyə də müraciət edə bilər. Eyni zamanda bilirsiniz, mən həm də mediatoram, amma mən daha sivil yol mediasiyanı ilkin olaraq təklif edirəm ki, əvvəlcə mediasiya müraciət eləsin. Hər bir halda bu ailə mübahisələrindən doğan bir məsələdir, münasibətdir. Ona görə mediasiya qaydasında da hesab edirəm peşəkar mediatorun vasitəçiliyi ilə psixoloji, mənəvi şiddətin də qarşısına almaq, hüquqları qorumaq və ailəni hətta qoruyub saxlamaq istiqamətində də müvafiq sivil addımlar atmaq mümkündür. Bəs tərəflər mediasiyada razılığa gələ bilməsələr, o zaman hansı addımları ata bilərlər? Təbii ki, tərəflər mediasiyada razılığa gələ bilməsələr, bu halda mediasiyanın keçirilməsi ilə bağlı müvafiq arayış alır, amma davam etdirilməməsi barədə müvafiq arayış alır və məhkəməyə müraciət edir. Məhkəməyə müraciət üçün artıq biz əvvəlki rubrikalarımızdan da bilirik ki, əvvəlcə iddia ərizəsi tərtib olunmalıdır və iddia ərizəsinə mütləq müvafiq sənədlər əlavə olunmalıdır. Psixoloji təzyiqlə bağlı təbii ki, bu şəkillər, videolar, yazışmalar, şahid ifadələri ola bilər. Eyni zamanda da qeydiyyatda olduğumuz ərazi üzrə poliklinikalardan və yaxud da digər tibb müəssisələrindən psixoloq, psixiatr həkimlərin və yaxud da mütəxəssislərin müvafiq arayışları, rəyləri də iddia ərizəsinə əlavə olunmalıdır ki, məhkəmədə iddia sübuta yetirilə bilsin. Zahir bəy, əgər tərəflərdən biri mediasiyaya gəlməkdən imtina etsə, o halda nə olur? Bu çox maraqlı sualdır. Tez-tez belə suallarla rastlaşırıq təbii ki. Tərəflərdən biri mediasiyaya gəlməkdən imtina etmək hüququna təbii ki, malikdir. Çünki mediasiya könüllü keçirilən prosesdir. Bu halda yenə mediasiyaya müraciət edən birinci tərəf adlandırırıq biz o tərəfi ki, birinci tərəf müvafiq arayışla təmin olunur. Onun əsasında artıq məhkəməyə müraciət edir. Aydın. Gəlməsə artıq məhkəməyə müraciət edir. Hətta mülki işlərdə, cinayət tərkibi olmayan işlərdə tərəf məhkəməyə gəlməsə də belə bu məhkəmənin keçirilməsini dayandırmır və məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər, sübutlar, şahid ifadələri, digər əsaslar üzərində və qanunvericinin tələbinə uyğun olaraq işə baxıb yekun qərar qəbul edə bilir. Bəs bu mediasiya prosesi nə qədər davam edə bilər? Məsələn, biz deyirik ki, məhkəmə uzanmasın deyə, məhkəmədə işlər uzanmasın deyə mediasiyaya müraciət olunmalıdır. Mediasiya ilə, mediator ilə bir dəfə mi görüşürlər, iki dəfə mi lazımdır, vacibdir, ya nə qədər davam edə bilər? Mediasiya haqqında qanuna görə mediasiya prosesi ümumilikdə bir aydan artıq olmamalıdır. İşin ədalətli, obyektiv belə deyək də, araşdırılması üçün, daha doğrusu mübahisəyə ədalətli, obyektiv yanaşılmaq üçün tərəflərin də hər ikisi razı olarsa, mediasiya müddəti əlavə bir ayda uzadıla bilər. Yəni, ümumilikdə 2 aya keçə bilər, amma 2 ayı keçə bilməz. Yəni, 2 aydan artıq ola bilməz. Mediator özü mü təyin edir? Bu tərəflərə mediasiya ümumilikdə könüllü keçirilən bir proses olduğu üçün bu tərəflərin və mediatorun qarşılıqlı razılaşması əsasında ümumiyyətlə mediasiyada bütün proseslər, görüşlər, qəbul olunacaq barışıq sazişi və s. hamısı 3 tərəfli qaydada həyata keçirilir, müəyyən olunur və ola bilər ki, say isə qanunla məhdudlaşmır. Ola bilər və yaxud da saat, vaxt da qanunla məhdudlaşmır. Bu yenə 3 tərəfli qaydada müəyyən olunur. Təbii ki, mediatorun moderatorluğu ilə ola bilər ki, bir prosesdə də bu proses yekunlaşa bilər, bir neçə görüşə də bu proses uzanıb yekunlaşa bilər. Aydın, çox sağ olun, təşəkkür edirik sizə.